hamısı gözəl insanlar buraya yarışıblar, hamısına təşəkkürümü bildirirəm. Borçalı cəmiyyətinə, Dəyanət müəllimə, Şərif müəllimə ki, belə bir tədbir təşkil edirlər. Tədbirimiz 15 iyun Milli Qurtuluş Günü öncəsidir və bilirsiniz ki, Cənab Prezident bir müddət öncə 25 apreldə Azərbaycan Milli Mətbuatının yubileyinin 150 yubileyinin keçilməsi barədə sərəncam imzalandı. Bu sərəncamda həm Əkinçidən başlayaraq Azərbaycan mətbuat tarixinə ekskurs edildi, hörmətlə anıldı. Eyni zamanda Milli lider Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğısı qeyd olundu. Həmçinin Vətən müharibəsində Azərbaycan jurnalistlərinin dezinformasiya qarşı mübarizələri, vətənpərvərlik nümunələri qeyd olundu. Buna görə Cənab Prezidentə təşəkkürümüzü bildiririk. Və Milli Qurtuluş Günü öncəsi belə bir tədbirin keçirilməsinə görə də Borçalı cəmiyyətinə, bizim dostlarımıza, Şərif müəllimə, Dəyanət müəllimə təşəkkürümü bildirirəm. Və bilirsiniz ki, bu tədbirimizə başlamadan öncə mən xahiş edirəm həm ümumi liderin xatirəsini, həm vətən torpaqlarımızda şəhid olan şəhidlərimizin xatirəsini, eyni zamanda şəhid jurnalistlərimizin və bizim mərhum jurnalistlərin xatirəsini bir dəqiqəli sükutda qeyd edilir. Allah rəhmət eləsin, Allah şad olsun. Bu tədbirin keçirilməsi barədə Şərif müəllimə bildirəm ki, biz çox məmnun oldum və bu günə saldıq. İndi bayaqdan mən deyirəm ki, Fahir müəllim, sizi görmədim, siz də xoş gəlmişsiniz. Bilmirəm, əvvəllər olmuşsunuz, yoxsa yox. Deməli, 13-cü günü, həm də cümə gününə düşəndə deyirlər ki, çox bəd gün olur. Və bu gün də səhər elə gözümüzü açan kimi İranla bağlı müharibə xəbərləri istər-istəməz hamımızı narahat edir. Bizim qonşumuzda belə hadisənin baş verməsi Azərbaycan üçün də gözlənilməz nəticələr verə bilər. İkincisi də bu tədbirlə bağlı gələndə mənə dedilər ki, nədir, buranın mətbuat şurasının işıqları da sönüb, işıqları yanmır. Mən fikirləşdim, bəlkə də bu 13-cü cümə günü. Amma yaxşı işıqlarımız yandı və belə nurlu insanları da görmək çox xoş oldu sizinlə bir yerdə olmaq. Bizim indi bilirsiniz ki, burada tədbirlərimizin içərisində son vaxtlarda tez-tez Qərbi Azərbaycan mətbuatının tarixi ilə bağlı müxtəlif tədbirlər keçirmişik və bugün də xüsusən Gürcüstanda Azərbaycan dilli mətbuat, onun tarixi, ənənələri, eyni zamanda müasir vəziyyətlə bağlı müzakirələr aparılacaq və belə bir mövzuda tədbirin keçirilməsini mən çox yüksək qiymətləndirirəm və təşəbbüskarlara bir daha təşəkkürümü bildirirəm. İndi tədbirimizi aparmaq üçün Şərif Kərimliyə söz verirəm. Şərif keçdi, burada otursun. Mən dinləyəcəm, amma sonra da bəzi görüşlərim var, ona görə bəlkə sizi təqdim edim. Yox, sən gəl keç bura, sizin tədbir. Mən sizin hər birinizi salamlayıram, təşəkkürlərimizi salamlayıram. Bu mətbuat şurasında gözəl bir yerdə bizə şərait yaratdığımıza görə gözəl insanların hamısı həm birbaşa, eyni zamanda belə deyək ki, müxtəlif yollarla Azərbaycan dilli mətbuata bağlı insanlardır. Yəni, Gürcüstanla bağlı, İslam mətbuata bağlı insanlardır və bunların hər birinin bu mətbuatın inkişafında böyük xidmətləri vardır. Mən yanılmamsa, burada Razim müəllim oturdu, Həmid müəllim buradadır, Əli müəllim buradadır, hər biri Əziz müəllim buradadır. Bu mətbuatla bağlı insanlar. Deməli, mən keçmişə ekskurs edilməyə qısa bir iki cümlə demək istəyirəm, çünki burada mövzuatlar var, əsas tədqiqatçılar bununla məşğul olublar. Deməli, müasir reallıqlar özünüz bilirsiniz ki, Gürcüstanda çıxan qəzetləri və saytları istirayət edib istəməz. Orada elə reallıqlar var ki, məsələn, yazılı mətbuat bir qədər geri çəkilmiş vəziyyətləri, saytlar artıq müxtəlif platformalarda təcavüz edir. Mən deyərdim ki, mətbuat Gürcüstanda, Azərbaycanda mətbuat var. Bizim xüsusən mətbuat şurasında rəsmi belə bir tədbir keçirməyimiz onların özlərinin inkişafına, mən deyərdim ki, fəaliyyətinə böyük bir stimuldur. Əgər bugün mətbuat şurasının sədri, tutaq ki, Azərbaycanda mətbuatın
problemlərindən, onun inkişaf məsələlərindən bağlı danışırsa, gələcəkdə müəyyən təşəbbüslərdə bulunursa, bunun özü bizim dövlətin deməli, həmin mətbuata qayğısı deməkdir, diqqəti deməkdir, onun inkişafına çalışması deməkdir. Hər birinizi salamından var olun. Mən giriş sözü şərhimlərlə verirəm. Bizim Borçalı İctimai Birliyinin deməli, həm təşkilərindən biri, eyni zamanda sədr müavinidir. Çox gözəl. Çox sağ olun. Mən bir daha Rəşad müəllimə minnətdarlığımı bildirirəm ki, belə bir şəraiti bizə yaratdı. Bugün burada toplaşanların demək olar ki, 90%, bəlkə də 99% jurnalistdir. Bura bizim doğma ocağımızdır. Bu doğma ocağın istisinə yığışmışıq və bu il bilirsiniz ki, yubiley ilidir. Yubiley ilində belə bir tədbirin burada keçirilməsi iki qat bizim üçün şərəflidir. Bayaq Rəşad müəllimə ilə bir söhbətimiz də oldu ki, əgər imkan olsa, bu yubiley ili ilin axırınacan davam edir. Əgər imkan olsa, məsələn, belə bir tədbiri Mətbuat Şurası ilə, bizim Borçalı İctimai Birliyi ilə və Gürcüstanda olan müəyyən ictimai birliklərlə, oranın dəyək jurnalistlər birlikləri ilə birgə Tiflisdə də məsəl üçün keçirə bilərik belə bir tədbir. Çünki oradakilara da çox vacibdir. Orada bilirsiniz ki, xeyli miqdarda Azərbaycanlı tələbələr təhsil alırlar. O tələbələr də, mən məruzəmdə deyəcəm onu, təhsildən, mətbuatdan biraz aralı düşüblər. Ona görə bu tədbirin orada keçirilməsi o üçün faydalı ola bilər. İcazənizlə mən giriş sözünə başlayayım. Giriş sözü xeyli uzun çıxıb, belə deyək. Danış, söz tapacam danışmağa, siz danışın. Çox xahiş edirəm və sərinizi basasınız. Çünki bu tarixdir. Bu bir dəfə keçirilən şeydir. Yəni uzun illərdir bizdə bu mövzu ilə bağlı Həmid müəllim jurnalistikada işləyir. O bilir, bu mövzu ilə bağlı tədbirlər demək olar ki, olmuyor. Mətbuat Şurası'na yenə bir daha minnətdarlarımı bildirirəm ki, belə bir şəraiti yaratmışsınız. 19-20-ci əsrlərdə Qafqazda yaşayan xalqların, eləcə də Rusların, mətbuat orqanları, ədəbi dərnəkləri, ictimai-siyasi cəmiyyətləri Qafqazın mədəni mərkəzi olan Gürcüstanın Tiflis şəhərində fəaliyyət göstərir. Burada həyata vəsiqə alan xeyli beyin məhsulları vardır ki, dünyanın bir çox ölkələrində yayılır. Görkəmli yazıçılar, jurnalistlər dilindən asılı olmayaraq bu mətbuat orqanlarında cəsarətli çıxışlar edir, dərnək və cəmiyyətlərdə təmsil olunurlar. Təbii olaraq bu ictimai-siyasi, ədəbi, mədəni mühitdə türk-müsəlman aydınların milli, mənəvi, siyasi tarixi oyanış hərəkatı istər-istəməz bir milli mərkəzin yaranmasına zərurət doğururdu. Gürcüstanda Azərbaycan dilli jurnalistikanın meydana gəlməsi də məhz belə əlçatmaz görünən vacib arzulardan pəvəçilanırdı. Əslində bu, baş verməsi zəruri olan bir prosesidir. Gürcüstanın əsrlər boyu Türk-İslam şahları tərəfindən idarə olunması, sonralar isə Rusiya tərəfindən Cənubi Qafqazın işğalı və Cənubi Qafqaz canişinliyinin Tiflisdə yerləşməsi Türk-Müsəlman mədəniyyətinin və əhalisinin burada cəmləşməsinə və inkişafına səbəb olmuşdur. 19-cu əsrin birinci yarısında Tiflis şəhərində Rus və Gürcü dillərində bir sıra qəzetlər nəşr olunsa da, bəzi səbəblərdən Qafqazda Azərbaycan dilli mətbuat orqanlarının yaranması yubanırdı. 1828-ci ildə təbii olaraq indi bu tarixi bizim jurnalistlər bilirlər, amma mən bir daha təkrar eləmək istəyirəm bunun təkrarçını çıxmasın. 1828-ci ildə nəşrəyə başlayan Tiflis Vedomosti qəzeti, 1829-cu ildə Gürcü, 1830-cu ildə Fars, Həmid müəllim demiş, Türk-Müsəlman əhalisinə Fars kimi baxırlar, ona görə Fars dilində buraxırlar. Və 1832-ci ilin əvvəllərində isə Azərbaycan dilində buraxılmışlar, 32-ci ilin əvvəllərində. Lakin Tiflis əxbarı adı ilə buraxılan bu qəzet vərəqin ömrü çox da uzun olmamışdır. Belə ki, onun redaktoru Sankovski 32-ci ildə rəhməti gedib, ondan sonra bir il sonra qəzet bağlanır. 45-ci ildə Tiflisdə Azərbaycan dilində Qafqazın bu tərəfinin xəbərləri adlı qəzet vərəqlə buraxılmışdır. Həmkarlarının bir çoxu polemika əsasında belə qənaətdədirlər ki, bizim mətbuatın tarixi biraz da o tərəfdən başlamalıdır, biraz da qədimə getməlidir. Tiflis əxbarı. Getməlidir. Ancaq bayaqlar mən Həmid müəllimə dedim,
bunlar hamısı qəzet vərəqə şəklində olub da. Vərəqə şəklində olub, adını qəzet qoyublar. İndi belə götürək. Məsələn, divardan deyək ki, hər hansı bir elan asılır. Yazır ki, mən yaxşı santiyatr ustasıyam, filan işləri görə bilərəm, filan eləyərəm. İndi biz buna qəzetləyə bilmək. O dövrü qəzetləyə deməli. Yox, o vaxtda yox, Gürcü də erməni də həmin qəzetdən götürür mətbuat İndi biz Gürcü deyil. Biz niyə biz onunla geri qalırıq? Erməni mətbuat haqqında Biz deməli real tariximizi görürük. Erməniyə nə var? Erməni bizim tarixi mənimsəyibdir. Biz erməni ola bilmərik axı. İndi mən deyəcəm nəyə görə biz əkinçidən görürük. Bizdən o şeyə girsən, o dəqiqə bizə etiraz edir. Düzdür, mən razıyam sən. İndi o mübahisə yeri. Çıxışlarınızdan mən bunu dedim, amma sizdən çıxışlarınızda o məsələlərə münasibət göstərəcəm. Deməli, 1838-ci ildə Tiflisdə rus dilində nəşrə başlanan Zaqafqaz Vesnikin əlavəsi kimi çıxırdı. Qafqazın bu tərəfinin xəbərləri. Qafqazın bu tərəfinin bəziləri... Lakin bir şey unutmaq olmaz ki, istər Tiflis əxbarı, istərsə də Qafqazın bu tərəfinin xəbərlərinin əsas vəzifəsi rəsmi dövlət məlumatlarını, fərmanları, qərar və qanunnamələri Azərbaycan dilində yaymaqdan ibarət olmuşdur. Bu qəzetlərin rəhbərlik edənlər arasında bir nəfər Azərbaycanlı belə olmuş, bir nəfər də müxbiri belə olmamışdır. Bunlar olsa bugün bizim başa düşdüyümüz bülletenlər şəklində. Bülletenlər onlardan da məzmunlu çıxır, filan əhatəli çıxır. Bunlar bülleten şəklində çıxır. Azərbaycan milli mətbuatının yaranma tarixi isə tanınmış ziyalı Həsən Bəy Zərdabinin, Allah rəhmət eləsin, 1875-ci il iyul ayının 22-sində buraxdığı Əkinçi qəzeti ilə başladı. Çox təəssüf ki, milli mətbuatımızın ilk qaranlışı və eyni zamanda müstəqil mətbuatımızın əlbəyə sözüdür. Müstəqil mətbuatımızın müjdəçisi olan, mən razıyam o sözlə, Əkinçinin nəşri uzun sürmədi. Zərdabi müəyyən səbəblərdən sonra 77-ci ildə yəni 2 fəaliyyət göstərdi və bağlandı. Bu, bir tərəfdən Çar Rusiyasının Azərbaycanda mətbuata və kitaba mürtəci münasibətinin göstəricisi idisə, digər tərəfdən bizim ziyalılarımızın, bizim imkanlı şəxslərin mətbuata bilgələrinin nəticəsidir. Qəzet bağlandıqdan 2 il sonra Tiflis əxbarı, Zaqafqaz Vesnikə əlavə kimi çıxdı. Əkinçiyə qədər nə Bakıda, nə Tiflisdə başqa mətbuat orqanı işimizi görmədi. Milli mətbuat yaratmaq, Bakıda mətbəə açmaq, Əkinçini yaşatmaq, kitab nəşr etmək və bu yolla xalqı maarifləndirmək üçün Həsən bəy Zərdabi əlindən gələni edirdi. Lakin Çarəzmin müstəmləkə siyasəti milli mətbuatın yaranmasına heç cür imkan vermirdi. Bu işdə, lakin Əkinçi qəzeti fəaliyyət göstərdiyi qısa müddətdə böyük işlər görmüşdür. Cənubi Qafqaz türklərinin tarixinin, məişətinin, ictimai mədəni həyatının, milli maarifçiliyin, ədəbiyyat və mədəniyyətinin, ana dilinin, onun mətbuatının, amalını, dil və üslubunun əsas qayələrini müəyyənləşdirdi. Bax, buna görə də cəsarətlə deyə bilərək ki, milli mətbuatımızın doğulduğu gün Əkinçi ilə bağlanır. 1880-ci ildə Ziya-i Qafqazıya adı ilə nəşr olunan qəzet Zərdabinin nəşr etdiyi Əkinçidən sonra ikinci Azərbaycan dilli qəzet oldu. 1880-ci ildə. Ünsizadə qardaşlarının 1879-80-ci illərdə Ziya adlı həftəlik qəzeti, ondan sonra Ziya-i Qafqazı oldu. O da Tiflisdə bir xeyli çıxdı, sonra Şamaxıda çıxdı və burada... Şamaxıda kəşfil çıxıb, müəllim, Ziya-i Qafqazı çıxdı. Şamaxıda kəşfil çıxıb, Ziya-i Qafqazı çıxmır. Ünsizadə qardaşların mühüm bir xidməti onların Tiflisdə Ziya mətbəsini açması oldu. Mən bu məsələyə bir də qardaşım, bu mətbənin nəşkilatçılıq işinə. Bu mətbəədə Azərbaycan dilində bədii əsərlər, dərsli və müxtəlif məzmunlu kitablar çap olundu. Burada Şirvaninin, Vəzirovun əsərləri dərc olundu. O dövrün Zərdabi, Köçərli, Şirvani, Qənizadə, Axunlu, Vəliqə və başqalarının əsərləri məhz burada işimizi gördü. Bu qəzetin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadə kimi görkəmli bir şəxsiyyətin yetişdirilməsi oldu. Mətbuat tariximizdə ilk gündəlik qəzet kimi Şərqi Rus qəzeti 20-ci əsrdə Azərbaycan dili qəzet kimi çıxmağa başladı.
Lakin çar senzurası ona da imkan vermədi. 1906-cı ildə Tiflisdə nəşrə başlayan, şərqdə səs salan Cəlil Məmməd Qozali və Ömər Faiq Yemanzadənin rəhbərliyi ilə dərc olunan Molla Nəsrəddin jurnalı növbəti mərhələdə şərqdə böyük bir rezonans doğurdu Molla Nəsrəddin jurnalı ilə. Bundan sonra gəlir, mən ötəni keçirəm, bundan sonra gəlir bizim bu Cumhuriyyət dövrü 18-21-ci illərdə xeyli Tiflisdə qəzetlər çıxmışdı. Həmin qəzetlər və Tiflisdə çıxmalarına baxmayaraq, amma Cumhuriyyəti müdafiə edirlər, Cumhuriyyəti quranları müdafiə edirlər və onlara xaricdən qurulan təzyiqləri kəskin tənqid edirlər. Qafqazda qəzet və jurnalların çoxalması yeni bir sahənin mətbuat industriyasının yaranmasını gətirib çıxardı. Ötəri bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, milli mətbuatımızın yaranmasından danışarkən mətbə və nəşriyyatçılıq işindən danışmamaq unutqanlıq olardı. Mən bunu xahiş edəcəm bizim Razım müəllimdən, mətbuat tarixinin araşdırıcısıdır. Bu məsələni biraz da öz tədqiqatlarını genişləndirərlər. Xarici ölkələrdən, xüsusilə Almaniyadan, Rusiyadan çap avadanlıqları alınmaqla mətbələr təşkil olunur, kitablar çap olunurdu. Bununla paralel olaraq yeni peşələr və ixtisaslar yaranırdı. Mürəttiblər, yığıcılar, səhifələyicilər, metrampajlar, çapçılar, ciltləyicilər, kitab mağazaları, satıcılar, reklamcılar və başqaları. Təsəvvür edin ki, Tiflisdə görün nə qədər geniş bir şəbəkə yayılır və tək Tiflis mühitində yox, bu eyni zamanda Gürcistanın digər bölgələrinə sirayət edirdi. Qoridə, Batomidə, o vaxtı Sarvanda, Marlionidə belə mətbə və nəşriyyatlar artıq fəaliyyətə başlamışlar. Azərbaycanda kitabçılıq mədəniyyətinin tarixi təxminən 400 il bundan öncəyə gedib çatır. Bu məlumatınız yəqin ki var. Nəsrəddin Tusinin 1594-cü ildə Roma şəhərində mətbəədə ərəb dilində çap olunan məşhur Təhriri Övqlidis, yəni Evklidin şərhi əsəridir. Bu əsərin 123 nüsxəsi təxminən dünyanın müxtəlif kitabxanalarında saxlanılır. Azərbaycanın ikinci çap kitabı hamınıza tanışdı filmlərdən Oruç və Bayat. Bunu deyəsən siz tərəfinə əlaqəsi də var. Bayat vardır. İspanlaşmış adı Don Juan'dır. Bunun deməli 1604-cü ildə İspaniyada kitabı işi üzü görür. Üçüncü kitab hamıza məlumdur Avestadır. Avestanın 1771-ci ildə Fransız alimi Fransız dilində çap edərək nəşr olundu. Dördüncü kitabımız 1780-ci ildə Sankt-Peterburqda, beşincisi Hindistanın Kəlküttə şəhərindəki Hindistan mətbəəsində çap olunmuşdur. Bu, Şərh-i İskəndərname-i Nizami Gəncəvi adlanırdı. Bu çap kitablarının sırasına aşağıdakıları da daxil etmək olar. Artıq bu xarici ölkələrdə çap olunan kitablardan sonra Tiflis mühitində artıq bu mətbəəçilik ki başladı inkişaf eləməyə 1831-ci ildə Abbas Qulaq Abakanovun Qanun-i Qüdsi Zəbani Fars dilinin məsəl dili, üslubu planı belə bu adda bir kitab, uzundur kitabın adı, çap olunur. 1835-ci ildə isə Varşavada İsmail bəy Budqaşılının Rəşid bəy və Səadat xanım əsəri fransız dilində çap olunur. Tiflisdə mətbəəçilik işini mənimsəyən və onun avadanlıqlarını əldə edən Azərbaycanın maarifpərvər ziyalıları Bakıda bu işi davam etdirmək istədilər. Lakin Tiflisdən fərqli olaraq Rusiyanın hakim dairələri Bakıda mətbuata hər vasitədə mane olurdu. Çarizmin müstəmləkəçi dairələri yaxşı anlayırlar ki, mətbuat və kitab xalqın maariflənməsi içində əvəzsiz təbliğat vasitəsidir. Azərbaycanlıların toplaşıb müxtəlif mədəniyyət ocaqları yaratdıqları Tiflis şəhərində onlarla mətbuat fəaliyyət göstərmiş, kitablar, qəzet və jurnallar nəşr edilmişdir. Onlardan Şərq Rus qəzetinin öz mətbəəsi olur, Kəşgülün öz mətbəəsi olur, Qeyrət mətbəə nəşriyyatının Cəlil Məmməd Qozali ilə Ömər Faizzadə Şərq Rusun mətbəəsini alıblar və orada davam edirlər. Azərbaycanda mətbuat və kitab nəşrinin 20-ci ilə qədərki qısaca tarixi belədir. 20-ci ildən sonrası Nərimanın xüsusi dekreti olur, Azərbaycanda kitab nəşrinin və mətbəə işinin canlandırılması. SSR yarandıqdan sonra Tiflis ədəbi mədəni mühiti tədricən Bakıya transfer olunmaya başladı. Burada yeni qəzet jurnallar açıldı, mətbəə və nəşriyyatlar fəaliyyət göstərdi.
Lakin zəngin köklərə malik, xüsusilə vurğulayıram, Tiflis mühiti hələ uzun müddət öz demokratik ənənələrini və peşəkar kadrlarını yaşatdı. Bugün də Gürcüstanın Azərbaycan dilli əhalisinin klassik ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə qırılmaz tellərlə bağlılığının mayasını heç şübhəsi bu amillər dayanır. Bu bağlılıq Gürcüstanda mətbuat sahəsində yüzlərlə jurnalistin yetişməsinə, yeni qəzet və jurnalların açılmasına, ədəbiyyatın, təhsilin, incəsənətin inkişafına rəvas verdi. Bizcə anlığa bizim bu zala göz gəzdirməyə kifayət edir ki, burada Gürcüstandan olan deməli, qonaqlarımızın, tərbiyə iştirakçılarının əksəriyyəti jurnalistdir. Yəni, jurnalistikanın Tiflis mühitinin təbii olaraq digər bölgələrə sirayət etməsinə səbəb olmuşdur. Və bu gün də həmin ənənə davam etdirilir. 20-ci əsrin 20-ci illərində Tiflisdə xeyli yeni qəzetlər başladı çıxmağa. Mən bu məsələləri lazım mənim möhtəsinə buraxıram. Batumi şəhərində, bəlkə Marneolidə, Tiflisdə, ondan sonra Axalsıqda falan qəzetlərin adını çəkməyəcəm, lazım mənim xahiş edəcəm, onlara siz çəkərsiniz. 30-cu illərdən sonra isə yeni bir dalğa gəldi. Burada yeni Fikir qəzeti, Qızıl Şəfəq qəzeti, Qızıl Şəfəq hörmətli Tahir müəllimin rayonunda çıxırdı, deməli, Varlıq qəzeti, eyni zamanda Qara Papaqlar, Meydan və dini jurnallar, Əhl-i Beyt, Müstəba, bir çox qədər qəzet və jurnallar çap olunur. Müstəqillik illərində, artıq 90-cı illərdən bəri, soydaşlarımızın yaşadığı bölgələrdə Azərbaycan dili qəzetlərinin əksəriyyəti bağlanır. Bir neçə il öncə Diasporlar İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan və fəaliyyət göstərən jurnalistlərə, qəzet və jurnallara müəyyən yardımları oldu. Qısa bir müddətdə o qəzetlər biraz özlərini girişə atdılar və çıxmağa başladılar, amma sonradan yenə dayandı. Lakin mövcud reallıqlar bugün necədir? Bugün mövcud reallıqlar yenidən mətbuat orqanlarının çətin vəziyyətə düşməsinə səbəb olur. Əsas səbəb nədir? Əsas səbəb maliyyə sıxıntıları və əhalinin maddi doğrudur. Gürcüstanlar öz cəsarəti, peşəkarlığı ilə adını mətbuat tariximizdə yazdırmış yüzlərlə jurnalist yazıcı olmuşdur. Orada yaşayıb fəaliyyət göstərən klassiklərimizin, yeni dövrü jurnalistlərimizin adlarını sıralasaq uzun bir siyahı alınır. Öz yazıları ilə xalqın sevgisini, etimadını qazanan Ömər Faik Nemanzadədən Üzübəri bugün canlı klassiklərimizdən Həmid Vəliyevdir, burada əyləşiyib. Vaxtı ilə 70-80-ci illərdə Gürcüstanda fəaliyyət göstərən o çətin dövrdə deməli, soydaşlarımızın sıxışdırıldığı, köz karvanının belə də hazırlandığı, yola çıxdığı bir şəraitdə Rəşid Fahralı, bir xeyli Müşfiq bəy də orada çalışır, fəaliyyət göstərib. Mədət Coşqun, axşam danışmışam ondan Dimanesiyədə Azərbaycan Dilli qəzetin, Azərbaycan bölməsinin redaktoru idi. Burada sözümü yarımçı kəsirəm. Bir dənə onun bizcə məktubu gəlmişdi, onu istəyirəm xalatınızda salmışsın. 90-cı il idi, mən Azərbaycan qəzetində işləyirdim. Mənə bir məktub gəldi. Açdım, baxdım ki, Mədət Coşqundan gəlib, Trialeti qəzetində işləyirdi. Yazıb ki, Şərif bəy, mən bu qəzetdə bizdə çoxlu təzyiqlər var filan, mən bu qəzetin süpürgəçisi olmağa belə razı olacağım, ancaq bu mövqeyimi qoyub rayondan getməyəcəm, bu qəzeti qoyub getməyəcəm. Mən də getdim Sabir Üstəmxanlıya dedim, redaktor Sabir Üstəmxanlıya mən dedim Sabir müəllim, belə bir məktub gəlir, bu adamı mən yaxşı tanıyıram, Sabir müəllim dedi ki, mən də yaxşı tanıyıram, şahid kimi. Dedim, bəs bir çıxış yolu tapmalıyıq. Dedi, sən nə fikirləşsən? Dedim ki, heç də, mən ona yazacağım ki, sən rayonda cərəyan edən hadisələrlə bağlı, Gürcüstandakı hadisələrlə bağlı bizə kiçik informasiyalar göndər. Sənin orada aldığın maaşdan çox biz sənə qanlara göndərəcək. Bunu da Sabir müəllim razılaşdı, sağ olsun.
bir-iki ay belə qonorar yazılıb göndərdik. Bu da bizə təşəkkür elədik. Lakin görükür, Rəşid müəllim yaxşıdırlar, bu təzyiqləri dözə bilmədi. Sonra xəstə adam idi, yaşlı adam idi. Ola tərk elədi, Gürcüstan'a gəldi. Eyvaz Əlləzoğlu vaxtıyla orada çalışır, Allah rəhmət eləsin, gözəl jurnalist idi. Bugün Dəyanət müəllim yaxşı tanıyır, hamımız da yaxşı tanıyır. Rafiq Ümmət Yazıçılar Birliyinin orada sizin nümayəndənizdir Rəşad müəllim. Varlıq qəzeti. Varlıq qəzetini çıxardır, çox çətinliklə çıxardır, çox çətinliklə çalışır orada. Yəni bunlar, bu insanlar sənələrini bu təzyiqlərin qarşısında sipər eləyib, orada Azərbaycanın dilini, mətbuatını qoruyan insanlar. Son əsrdə texnoloji tərəqqinin böyük sıçrayışla həyatımızın bütün sahələrini sirayət etməsi, süni intellektin, insan beyninin, əqli mülkiyyətin bir hissəsinə çevrilməsi cəmiyyətdəki kəskin təbəqələşməyə, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin iqtisadına, mənəvi degradasiyaya, milli dəyərlərinin unudulmasına, beynəlmiləçi əxlaqın ön plana çıxmasına gətirib çıxarmışdır. Bu vəziyyət Gürcüstanda soydaşlarımızın mövcud olduğu coğrafiyada daha acınacaqlıdır. Yuxarıda sadaladığım problemlər ucbatından doğma yurtlarını tərk etmək məcburiyyətində qalan ailələr ənənəvi dəyər və əxlaqi mənəvi aşınmalara məruz qalırlar. Yad ölkələr, yabancı dəyərlər, yarımçıq təlim-tərbiyə, bəzi Rusiyada, bəzi Ukraynada, bəzi Almaniyada, Avropanın bütün ölkələrinə səfərlənirlər. Tiflisdə milli kadrlar hazırlayan Müşfiq bəy oranı tutarı Puşkin adına pedagojik institutu saxlaya bilmək. Dərin zəkalı, zəngin elmi potensiyalı olan kadrlarımızı itirdik. İnstitut fəaliyyətini dayandırdıqdan sonra məktəblərdə pedagojik estafet və ənənə pozuldu. Orta məktəblər Sovet dövründə Azərbaycanın ali tədris müəssisələrində hazırlanmış kadrların ümidinə qaldı. Lakin insan həyatı əbədi deyil, hər şey dəyişir, yeniləşir, müasirlik köhnəliyi sıradan çıxarır, yeni nəsil köhnə nəsil əvəzidir. Bəs Gürcüstanda ancaq Gürcüstanın Azərbaycan milli məktəblərində köhnə nəsil getdi, yeni nəsil gəlmədi. Az miqdarı gələnlərsə Gürcüstanın ali məktəblərində yarımçıq təhsilli, yarı Gürcü, yarı Azərbaycanca təhsil alan cavanlar idi. Tariximizə, coğrafiyamıza, dilimizə, dinimizə yad yabancı kadrlar idi. Yazılı mətbuatımız məhv oldu. Yəni, bu ümumi bəşəri bir prosesdir. Razıyam, lakin dili, yazıb oxumağı məktəbdə öyrənən, təfəkkürü mətbuatla formalaşan, həyatı mətbuatdan əks edən, milli əxlaqi keyfiyyətləri bədii ədəbiyyatdan mənimsəyən, keçmişini ana dilimizdə milli kadrlar tərəfindən yazılmış tarixi əsərlərdən öyrənən cavan nəsil bugün Sputnik antinasının kompas ətrafında fırlanır. Dindirirsən, kəndə gedirsən, dindirirsən, yarı Gürcücə danışır uşaq, yarı Türkçə danışır, yarı Belarusça danışır. Ən böyük bəlalardan biri isə yol məsələsidir. Bu məsələni dövlətimizin əlbəttə ki, xüsusi məqsədi var, mövqeyi var. Bunu biz bəlkə də dərinliyinlə biz dərk edə bilmirik. Ancaq quru yollara bağlanması problemi qasıqlanmamış yaramızın üstündə yeni yaralaşdı. Bugün ürək ağrısı ilə deyə bilərək ki, Borçalı həsrəti artıq Təbriz həsrətini üstələyib. Maddi rifah halının aşağı düşməsi, təyyarə biletlərinin bahalığı, Borçalıları doğma kəndkəsəyə, elə olmaya həsrət qoyur. Azərbaycanda yaşayan hər bir Borçalı övladı bir informasiya mənbəyi. Azərbaycan-Gürcüstan arasında bir körpüdür. Oradakı soydaşlarımız bu informasiya mənbəyindən məhrum olurlar. Bu körpüdən keçə bilmirlər. Nəysə, ağraclarımızı sapa düşsək, sap saxlamaz, biraz burada sentimentallıq edilmişəm, qəlbimizdə düyünləsək dəysə, məlum məsələdir, hamımız bilirsiniz, ağrıların törətdiyi fəsadları, mətbuatımızın 150 illik tarixi, milli tariximizin ən səlisi, ən dürüst tarixinin güzgüsüdür. Bu yubiley ilində az da olsa millətimizin maarifpərvər ziyalılarının 2 əsr bundan öncə ömürlərini bu millətin xoş gələcəyi üçün şam kimi əritdikləri anları biz də bugün yaşamaq istədik. Tanışdıqlarını Giley Güzar kimi yox, Umukisi kimi qəbul edin. Çünki yerdə qüsalmaz. Çox sağ olun. Sağ olun. Bir kəlmə deyim də, Şərim müəllimə minnətdarlığımı da çox təşəkkür edirəm.
məsələlər də var, bizim hamısı mətbuatla bağlı deyil. Amma mən çox arzulayardım ki, bu çıxışın sonunda bu gün orada fəaliyyət göstərən jurnalistlər var. İndi bir qismi Azərbaycan burada mediasının orada nümayəndələridir. Amma ondan başqa da mən burada Mətbuat Şurasında bir gənc qızı qəbul eləmişdim, Cəmilə Babayeva. Əziz D adında bir sayt açmışdı və Gürcüstanda da doğrudan elə mövzulardan yazırdı ki, məsələn, Şuşa küçəsini gedib tapmışdı, bu günlərdə görəm, indi o Telegraf Agentliyinin orada müxbiridir. Amma çox belə çalışqandır. Heç əslində soruşdum, Gürcüstanı deyil. Amma dedim, sən ora bağlayan falan dedim. Və mənə çox qəribə gəldi ki, o cür onun əzmikarlığı. Ona görə burada indi bu gün siz dediniz texnologiyaların inkişafı, yeni media falan, o yeni nəsillə də bağlı hər halda bir müşahidələr aparmaq lazımdır ki, orada da dil bərbad vəziyyətdədir o saytlarda. Ona görə yazılı mətbuatdan mən ona görə vurğulamışam ki, yazılı mətbuat məhv olandan sonra dilimiz də bərbad olacaq. İndi yazılı mətbuatın problem elə burada da mövcuddur, elə bəziləri gözlüyücü qəzetləri elə imkan yaranan kimi dayandırsınlar. Görək də dünya dəyişir. Çox sağ olun, təşəkkür ederim. Sağ olun. Çox sağ olun Şərim mənim. Rəşad mənim sizə çox sağ olun. Replikamıza görə deməli, burada bir nüansı ham bilir, yenə demək lazımdır Şərim mənim dedi. Yəni, Azərbaycan ədəbiyyatının, Azərbaycan mətbuatının alt yapısında tiflis mühiti durur. Bunu yandanmaq mümkün deyil. Ona görə də bugün əgər Gürcüstanda Azərbaycan mətbuatı az-çox, Azərbaycan dilli mətbuat az-çox varsa, inkişaf edirsə, orada çalışanlar varsa, həmin o alt yapıya borçluyur. Onunla bağlı da mən deyərdim ki, bizim özümüz də o mühitdən çıxmışıq. İndi Rafiq müəllimin adını çəkdi, Ümmətin rəngli deməli qəzet çıxardırdı, Varlıq qəzeti. 16 səhifədən ibarət. Sonra düşdü 8 səhifəyə, sonra 4 səhifəyə, sonra da bağlanır. Yenə də maddi problem ortada durur. Yəni bunu biz o məsələni qaldırmırıq ki, o maddi problemləri biz qaldırmaq əzmindiyik. Xeyr, artıq bu reallıqdır. Bu reallıqla barışmaq lazımdır. Rəşad müəllim dediyi kimi, keçən iclasların birində siz dediniz ki, qəzetlərin artıq belə bir məsələlər gələcəkdə ön planda durur ki, qəzetlərin yazılı mətbuatın artıq elektron variantlarının çıxması. Çünki mənə də gəlir ki, bu doğrudan bir qaçılmaz bir variantdır. Ancaq haradasa bir, məsələn, Amerikada, Fransada çox nadir qəzetlər var, çıxırlar ki, onlarda bir başqa dövlətlə bağlıdır və yaxud da müxtəlif partiyalarla bağlıdır. Yəni, bizə də gələcəkdə bu gözlənilər. Tiflis mühitində o mətbuatı görmək lazımdır. Çünki niyə? Ona görə ki, bizim orada 500 minə kimi Azərbaycan insan yaşayır. Onların, Şərim mənim dediyi kimi, təhsil problemi var, onların yazı problemi var, onların işləmək problemi var. İstər-istəməz, məsələn, bizim bizlər təhsil aldığımız jurnalistika fakültəsi var idi, Azərbaycan Dövlət Universiteti, yəni o zaman ilə adlanırdı. Orada ildə 2 nəfər, 3 nəfər kvota bir şey var. Gürcüstandan gələn tələbələr, məsələn, orada təhsil alır. Mən də o təyinat verilirdi. Təyinat verilirdi. Mən oxuduğum müddətdə, 91-ci ildə mən tutarmışım buranı, o təyinat məsələsi aradan qaldırıldı. Yoxsa məsələn, mən də gedə bilərdim. Mən də həmin komutanın içərisində qəbul olmuş adamıydım. Mən məcbur olduq, yəni burada işləməyə məcbur olduq və burada işləyə də eyni zamanda mənim özümün də Şərim müəllimdə bilirsiniz, birbaşa oranın mətbuatında çox bağlı sıx əlaqələrim var idi və bugün də var. Bugün də həmin mətbuatla bağlı istər-istəməz müəyyən nüansları, istər mətbuatlar, istər kitablarda müəyyən qədər təzahür edilməsinə çalışıram. Çox uzatmıram. Bizim çox deməli, dəyərli bir tədqiqatçımız var, Razı Məmmədli. Fəlsəfə, deməli, filologiya üzrə fəlsəfə doktorudur. Birbaşa bu tədqiqatla məşğuldur. Ona söz verək, o ətraflı qavatını danışdırır. Sağ olun. Hər birinizi salamlayıram. Hoş gəlmişsiniz. Gözəl bir gündə. Doğrudan da bu mətbuatın istədik, illik müddəyin keçirilməsi ilə Azərbaycan Prezidenti imzaladığı sərəncam çox yerinə düşdü. Çünki mətbuatımızla bağlı indiyənə kimi Rəşad müəllimdən sizə təşəkkür edirəm. Niyə təşəkkür edirəm? Sizin 523-ci qəzeti mən oxuyuram və bu yeni baxışlar orada kifayət qədərdir. Mən bunların arasının özünün missiyası olub, o missiyasını yerinə getirirlər və bunları biz oxuyanda ancaq Sovet dövlətinin quruluşunu tərifləyən yazıları təriflənmişik, onları mətbuata getirmişik, onlar haqqında münasibət bildirmişik.
Amma digər məsələlərdə, lap qalta deyirlər, sözlər isə tamamilə yaddan çıxır. Bir Azərbaycan, Tiflis şəhəri bilirsiniz ki, qeyd olundu dəfələrlə Azərbaycanın mədəniyyət mərkəzi olur, ümumiyyətlə Qafqazın mədəniyyət mərkəzi olur və orada bilirsiniz, bizim çox görkəmli şəxsiyyətlərimiz Mirzə Fətəli Axundzadədən tutmuş, Bakıxanov, digərləri orada işləyiblər, fəaliyyət göstərirlər. Söhbət 19-cu əsrin birinci yarısından gedir. Mən məsələni gətirəcəm onu. Mirzə Fətəli Axundzadəni indinin özündə də ateist kimi təqdim edirlər. Aydın. Sadəcə olaraq aydın. Və o mətbuatı görəndə, təsvir ediləndə görürlər, deyirlər ki, onun cənazəsi götürülməyib şeyh qadağan edir. Tamamilə yalan söhbət. Halbuki indiki vaxtlar göstərir ki, Mirzə Fətəlinin ən kəskin din əleyhinə yazılmış, ən kəskin Kəmal Dövrü məktublarını birinci dəfə oxumağa şeyxə təqdim edilmiş Mirzə Fətəli Axundzadənin. Şeyx də, o dövrün müftüsü də o yazı ilə bələd imişlər və onları oxuyub münasibət bildirmişlər və hətta razılıq verir şeyx orada. Nəysə, bunlar bir kənarda qalsın, qaldı 19-cu əsrin birinci yarısından bu yana Azərbaycanda belə bir mühit yaranmışdı ki, Azərbaycan elə o dövrün rus dilli mətbuatını götürəndə, araşdıranda baxırıq ki, istər Qafqaz qəzeti olsun, istər də Novaya Bazrani olsun, istər Qafqaz qəzeti olsun, nə bilim, digər Tiflis Divestnik olsun, adını çəkdiyimiz birinci səhifələrdə Azərbaycanlıların hamısını savadsız, oğru, nə bilim, yalancı, quldur, filan təqdim edirlər. Qəzetin birinci səhifəsində, baş səhifəsində. Amma bunu gözdən salmaq üçün o qədər belə məqalələr çıxıb gedir. Amma bu demək deyil ki, orada Azərbaycan ziyalılar yox idi. Mədəniyyətlə, maariflə, təhsillə məşğul olan insanlar yox idi. O dövrdə, həmən dövrün 19-cu əsrin birinci yarısından yenə gedir söhbət. Çox görkəmli jurnalistlərimiz var idi. Rus dilli jurnalistlərimiz var idi. Çox görkəmli. Mirzə Şərif Mirzəyev, Hüseyin Minasazov, Eynəli Sultanovu biraz sonraki dövrdür. Daha sonra Ağa Məmməd Şahtaxtlı, İsa Sultan Şahtaxtlı, digərlərin adını çoxaltmaq olar, yadda qalan. Bəli, Hüseyin Minasazov, adını çəkdim mən. Tamamilə doğrudur. Bunlar görkəmli şəhər Rus dilli mətbuatda çıxış edirdilər, fəaliyyət göstərdilər, yazılarını da verirdi. Və onlar Azərbaycan təhsili baxımından, savadsızlığı baxımından, digər sosial problemlərin hamısını qabardırdılar orada. Mirzə Fətəli Axundzadənin özünün komediyaları ilk dəfə Qafqaz qəzetində çap olunubdur və müxtəlif. Bunlara yanaşmada, bunları üzə çıxartmaqda məsələ kifayət qədər yeni materiallar, yeni faktlar var. Bunları dəqiqləşdirmək, bunları demək lazımdır. Bizim orada Rus dilli jurnalistlərin fəaliyyətini danmaq olmaz. Həmən qəzetlərdə onların kifayət silsilə yazıları çıxıbdır. Tutaq ki, Qafqaz qəzetində Məmməd Ağa Şahtaxtlı böyük Rusiyanın müxbiri kimi fəaliyyət göstərirdi orada. Və bunların vətənpərvərliyindən qəzet nəşrinə gəldik və müasir dövrdə qəzet çıxartmaq falan, o dövrdə də qəzet çıxartmaq asan deyildi. O dövrdə mətbəə yaratan Mirzə Fətəli Axundzadə də Mirzə Şərif Vazlı ilə birlikdə mətbəə yaratmaq istəyib qoymurlar. Sonra Məmməd Ağa Şahtaxtlı qəzet çıxartmaq istəyib Tiflis adında buraxmırlar. Sonra Kəmal Hüseynizadə qəzet çıxartmaq buraxmaq istəyib, amma iradə göstərirlər, məqsədlərindən dönmürlər. Şahtaxtlı demək olar ki, Naxçıvanda ata mülkünü satır gəlib Şərqi Rus qəzetini buraxır. Həsən bəy Zərdəbi nələrdən keçməyib, 2-ci qəzetini çıxardana kimi? Nələrdən keçməyib? 1868-ci ildə başlayıb, 1875-ci ildə nail olur. Ən axırıncı ona etiraz nə idi? Get evlən subay oğlana qəzet çıxarmaq olmaz. Mütləq ailə qurmalısan, sonra sana icazə verəcək ki, bura. Bu da durur o Novaya Bazrani qəzetində baxır ki, Tiflis gimnaziyasını qutaran tələbələr var içində. Adlarına baxır, hamısı qızlar gimnaziyasını qutarır. Görür ki, hamısı Rus, Gürcü, Erməni, nə gəlir. Bir dənə Kabayeva familyalı, müsəlman, bir müsəlman Balkar, götürür onu, gedir oraya, gedir, taxtarır, tapır, nə eləyir, gəlir, evlənir, axı kimlər, zülümlə onu ailə durur da belə. Qəzeti çıxartmağa müfər. Sözüm bunda deyil, sözüm ondan ibarətdir ki, Tiflis ədəbi mühitində o dövrdə də kifayət qədər savadlı Azərbaycanlılar var. Müxtəlif sahələrdə işləyir.
tibb sahəsində də, mühəndislik sahəsində də, məktəb sahəsində də, maarif sahəsində də və ədəbi proseslərdə də kifayət qədər var idi. Bunlar sadəcə olaraq onların öz fikirlərini ifadə eləmək üçün mətbuat orqanı yoxdur. Və bu mətbuat orqanlarda və Şərif müəllim adını çəkdi, Tiflis Əxbarı, sonra Qafqazın bu tərəfindən xəbərləri, ancaq onu da deyim ki, Şərif müəllim, o siz dediyiniz kimi, ancaq o dövlətin qayda qanunlarını yaymaqla məşğul olmurdu. Xüsusilə ikinci Tiflisin bu tərəfinin xəbərlərində Azərbaycan məktəbindən bağlı, Azərbaycan mədəniyyətindən bağlı xırda xəbərlər gedirdi. Hətta Bakıxanovun nəsihətnaməsindən orada nümunələr çıxırdı. O qəzetdə nümunələr çap olunurdu. Yəni bunlar da var idi. Amma sadəcə olaraq o xəbərlər şəklində verilirdi ki, bu var idi, bunları da yazırdı. Və mətbuatın əsasını bununla qoydu, qoymadı. Bu geniş müzakirə səbəbidir. Və mən ona da qaydıram. Mən də yazmışam kitabımda ki, o vərəqdir, falandır. Amma indi baxıram ki, elə deyil. Tamamilə başqa mövqedən yanaşmaq lazımdır o məsələyə və o məsələyə də inaddaşı və sübut edir deməliyik ki, qəzetin doğrudan da tarixi o dövrdə falanır. O qaldı o Fars məsələsinə. Fars məsələsinə Azərbaycanlılara münasibətdən irəli gəlirdi. O istəmirdilər Çar Rusiyası ki, Çar Rusiyası Azərbaycan dilində qəzet burasını. Özləri bilərəkdən onu Fars dilində çıxartmışdılar və onu da çox cəsarətlə o arxiv materialları var. Mirzə Fətəl Axundzadənin səhv eləmirəmsə məktublarındadır. Getdilər Bakıxanov və Mirzə Fətəl Axundzadə məsələ qaldırırlar ki, bu nədir belə? Fars dilində burada Fars var, nədir? Ondan sonra dəyişir Samkovski. Samkovski də o dövrdə mətbuatın, o qəzetin redaktoru idi və mədəniyyət məsələlərinə baxırdı orada. Orada və bu məsələləri belə tənzimləyə bilirdi. Və qəzet nəşri prosesində o ki, gəlirik biz Ziya, Qafqazıya, kəşfil qəzetlərinə və bunlar haqqında da kifayət qədər çox danışmaq olar, tam səmimi deyirəm. İndiyənə kimi yazılmış, çox təəssüf ki, indiyənə kimi yazılmış qəzetlər deyilənlərin məsələsinin 40% demək olar ki, orada əksini tapmıyor. Orada kifayət qədər Azərbaycan xalqının savadlanması üçün, maariflənməsi üçün, ondan sonra dini təlimləri həqiqəti çatdırmaq üçün, din məsələsi, dini tərbiyə, əxlaqi tərbiyələr kifayət qədər material. Amma biz yazırıq ki, Seyid Əzim Şirvani orada çap olunur, nə bilim, Vəli Bəyov çap olunur, Mirzə Fətəl Axundzadənin əsərləri çap olunur, bəs. Amma orada bizim bu görkəmli dini təhsil görmüş ziyalılarımızın yazılarını demək olar ki, üzə çıxartmamışlar. Yox, heç bir... Ziyanı və Ziya Qafqazıyan transliterasiyasını çap eləyib edək. Bəli, indi gedir. Xəbərim var, bəli. Və bax, bunları, bu işləri görmək lazımdır və bu işləri görərkən də bunlara diqqətlə yetirmək lazımdır. Gəlir, nisbətən sonraki dövrdə, o Tiflisdə nəşr olunan qəzet və jurnallardan danışmaq üçün Şərqi Rus Gönəllini, Molla Nəsrəddindir. Bunlar haqqında mən ətraflı danışmayacağım. Onların yaranma tarihi, necə yaranıb, hansı formada yaranıb, kimlər elib. Bunu Azərbaycan jurnalistikasının mətbuat tarixində kifayət qədər söhbət açılır, kifayət qədər ətraflı məlumat var. Mən sizin diqqətinizi bir səmtə yönəldəcəm və bilirsiniz ki, o dövrdə yerli ziyalılarımız ki var idi, o yerli ziyalılarımız hamısı mətbuatla bağlı mətbədə yaratmaq istəyirlər. Orada bir şərq mətbəsi olması neydi? Yadımdan çıxdı mən. Meyrət. Mən? Meyrət. Yox, şərqi deyirəm. Şərqi deyil, demək 18-ci ildən başlayır. Şərqi olsun, öz redaksiyası mətbəsi. Hə? Redaksiya mətbəsi olur. Onlar yox, o başqa mətbəsi. Yadımdan çıxdı, Molla Nəsrəddinin yaxın dostu ol. Həsən Səbridir, yox, kimdir belə? Baxırzadə. Hə? Baxırzadə. Yox, Həsən Səbridir, nə Səbridir belə, yaxın Səbri. O buraxıbdır, demək olar ki, şuralardan tutunur. 10 dənə orada Azərbaycanlıların o kitabça deyirlər, kitabçasını buraxırlar. Mən o Canaş yadına artıqda işləyəndə orada onların dördünü tapdım. Və çox təəssüf ki, onları çıxartmışam, üzləri də məndə də o şey də Mühəqqərin Zadın kitabını orada tapmışam. Bu Həmid müəllim sağ olsun, mən burada mənim müəllimim istiqamət vericim olubdur. Bu sahələrdə məşğul olanda bilavasitə o mətbuata istiqamətləndirirdi və kifayət qədər mənə məsləhətlər verirdi və elə həmən arxivi də, Canaş yadına muzeyi də orada nələrimiz var. Tam səmimi deyirəm, bu saatda onun tədqiqatçı özünü gözləyir və orada kifayət qədər broşuralarda çıxıb 18-20-ci illərin məsələlərini geniş şəkildə əks. Bir dəfə demək olar ki, Tiflisdə o milli kitabxanada oturmuşam, müəyyən sifarişlər vermişlər və bu sifarişlərin əsasında gözləyirdim ki, gələcək. Götürdüm, hardan ağlıma gəldi, bilmirəm, tanrı mı, nə, mənə sövq elədi, kəş oturmuşsan, burada bu Alman dilində olan bir katalogda bölümlüydü, çıxartdım belə. Dedi, vərəqlər bax, dedim, bir vərəqliyin baxın, burada nə var? Alman dili.
Dedim, nəsə burada Latın dilində ola bilsin, bizlə bağlı bir mətbuat orqanizasiyası tapılar ya tapılmaz, ümumiyyətlə Latını. Bu arada gəldim, yavaş-yavaş görürəm Alman dilini, bir də gördüm Latın dilində yazılıb Vətən Mərkəzi. Jurnalın adı Vətən Mərkəzi. Açıb baxıram, sipariş verdim, gəldi. 12 səhifəli jurnal. Bu jurnal demək olar ki, Tiflisdə çıxıb 18-ci ildə və 18-ci ildə Tiflisdə çıxıb Tiflis gənclərinin, Müsəlman Şurasının gənclərinin maarif orqanı. Mirzə Bala Məmmədzadə, Mühəqqərin şeirləri, Azərbaycanla orada Hüseyin Səmihi, ziyalıların orada məqalələri, şeirləri, planları kifayət qədərdir. Mən bu vaxtda mətbuatda çıxış eləmişəm və o dövrün demək olar ki, ictimai, siyasi, mədəni hadisələrini kifayət qədər əks elətdirdi. Bu Vətən Mərkəzi haqqında danışma o qədər adama zövq verir ki, yəni onlar Tiflisdə çap olunmasına baxmayaraq, Tiflis şəhərində çap olunmasına baxmayaraq, Azərbaycanla bağlı, Azərbaycan ziyalılarının materiallarını orada çap edirlər. Bu 18-ci ildə olur. Çox təəssüf ki, 1919-cu ildə də belə deyək ki, Bakıya köçürüləndən sonra nəşrini dayandırır. Və 18-20-ci illər arasında Bakıda, Tiflisdə o dövrdə, Cümhuriyyət dövründə Al-Bayraq qəzeti çıxırdı Tiflisdə. Al-Bayraq qəzeti çıxırdı. Yox, Gələcək qəzetindən mən danışmaq istəyərdim. Gələcək qəzeti çıxırdı. O da 1918-ci ildə çap olunur və orada da elə maraqlı var. Özləri də şuarı da nə olur? Həqiqət, müsavat, uxuvvət. Yəni, həqiqətin, müsavatı və uxuvvət nədir dərsə bilmirəm, o da belə bir ifadədir və burada kifayət qədər maraqlı materiallar verilibdir və bu materialların da demək olar ki, Rıza Qızı Nəcəbov olur orada, onun nəşrində, sonra Əhməd Pepinov orada iştirak edirdi və Əhməd Pepinov hansı ki, Demokratik Azərbaycan Respublikasının torpaq naziri olubdur, kifayət qədər savadlı bir insan olubdur, Ömər Vahid Meymanzadənin bacısı olubdur, Cəlil Məmməd Quluzadənin şagirdi olub Tiflisdə, yəni Əziz Şərif Nuru ikisi birlikdə həmən dövrdə Tiflisdə təhsil alıb, Tiflis gimnaziyasında oxuyublar. Bizim böyük şairimiz Mirzə Ələkbər Sabirin də Tiflisdə xəstəxanada yatanda Cəlil Məmməd Quluzadənin Molla Nəsrəddin jurnalının mətbəəsində olanda onun qulluğunda duran Əhməd və Pepinov oldu. Və bunların fəaliyyəti nəticəsində bu qəzetlər çıxırdı. Mirzə Bala Məmmədzadənin mən həmən Gələcək qəzetində 7 dənə məqaləsini tapdı və onlar haqqında təbii ki, məlumat da verdim, mətbuatda da çıxış elədi. Mən elə bilirdim, onlar bəlkə də onun əsərlərinə düşürmədi. Təsəvvür bu məqalə çıxandan sonra Türkiyədən bana məktub gəldi ki, bəs Mirzə Bala Məmmədzadə ilə bağlı yazı var. O bizim həmyerlimizdən qızlardan biri, oradakı tədqiqatçılardan biri yazdı ki, və bunların heç biri bizim Mirzə Bala Məmmədzadənin demək olar ki, Türkiyədə olan arxivində ya mətbuatda çıxış tapılmıyor, yox. Yəni, onlar araşdırılmıyor. Bu, Gələcək qəzetinin fəaliyyəti haqqında danışmaq o qədər maraqlıdır ki, yəni kifayət qədər milli vergidən çıxış edir və onların əməkdaşları da o münasibət bəsləyir. Milli Demokratik Respublikaya dahilə ilə yanaşan, onun siyasətini müdafiə edən bir qəzet olur. Və bu qəzetdən sonra Tiflisdə başqa bir qəzetdə çıxırdı, Al-Bayraq qəzeti. Bu Al-Bayraq qəzetinin nəşrinlə məşğul olanlar səhv eləmirəmsə Səməd Ağamalı olur, Əziz Şərif olur, bir də sonralar demək olar ki, Əl-Heydər Qarayev oraya qoşulur və Əl-Heydər Qarayevin də təkidi ilə qəzet bir neçə nömrə, 8 nömrəsindən sonra Bakıya köçürülür və Bakıda da o demək olar ki, nəşrini dayandırır. Gənclər yurdu qəzeti çıxırdı. O Gənclər yurdu demək olar ki, həmən qəzetdə gənclərin Müsəlman Milli Şurasının demək olar ki, maliyyəsi ilə çap olunubdur və o dövrdə bilirsiniz ki, 20-ci illərdə Əbdülrahim bəy Haqverdiyev Tiflisə gəlmiş və Tiflisdə fəaliyyət göstərmiş Müsəlman Milli Şurasında fəaliyyəti nəticəsində hətta orada onun bilavasitə xidmətlərim deyə, təsirim deyə, Azərbaycanlıların orada teatrının parçalanması, nə bilim, iki yerə ittihad, bir də nədir onun adı, ikincisi də bölünmüşdülər teatr truppası və onları birləşdirdilər. Sonra bu qəzetin vasitəsilə orada çıxışından sonra demək olar ki, sonra da onu
neynədilər, səfir göndərdilər və o Dağıstan'a səfir göndərdilər, oradan uzaqlar. Bu vətən mətbəri. Onların nüsxələri var, materialları var. Onlarda çap olunmuş məsələlərdən danışsa, valla saatlarla vaxt gedir. Sadəcə olaraq belə bir nəşr olanlar olması haqqında xatırlatdım ki, biləsiniz bunların nədir. Müasir dövrə gələcək, müasir dövrə gələnə kimi başqa bir dövrə müraciət eləmək istəyirəm ki, mən elə Rəşad müəllimdəkilərdim, onu eşitsin, yəqin nümayəndələri var burada. Çox maraqlıdır bizə gələn, yəni bu Azərbaycan mətbuatının tarixi yazılır, iki ciltli kitablar çıxır, silsilə kitablar çıxır. Gürcüstanda çox olan yeni fikir kimi qəzetlər və ya qan ulduzu kimi jurnallar orada yoxdur, əksini tapır. Qısqanclıqdan irəli gəlir. Yox, qısqanclıqdan gələ bilməz. Müşfiq müəllim, sən bu işləri yaxşı bilirsən. Məndən sonra bəlkə də o tədqiqatı sən daha da mətbuatda deyil, bu teatrımızda deyil. Teatrın başını 73-dən. Dərinləşdirirsiniz və bunlar haqqında məlumat. Bana çox qəribə gəlir. Dan ulduzu jurnalında Azərbaycanın 24-cü ildə çap olunan mətbuatdır. 48 səhifəli bir jurnal olur. Ədəbi, bədii, ictimai, siyasi jurnal olur. Azərbaycan nəşr olmayan görkəmi, dövrün görkəmli şairləri, yazıçıları yox. Hamısı çap olur, alimləri də. Əmin Abiddən tutmuş, demək olar ki, folklorla məşğul olan, nədir onun adı? Hənəfi Zeylallı isə o. Hənəfi Zeylallının da bütün əsərləri orada çıxır. Aşıq poeziyası. Bütün Azərbaycan aşıqlarında orada şeirləri var. Rəsul Uzanın ilk şeirləri həmən... Yox, Səməd Oğlunun ilk şeirləri yeni fikirdə çıxır. Rəsul Uzanın ilk şeirləri tutar ki, orada çıxır. Orada tamamıyla doğru 23-cü ildə. 23-cü ildə yeni fikir qəzetində çıxır. Səməd Oğlunun cavanlarının şeiri. Hazırlayır, siz də sizin tərəfləriniz olur. Bunlar niyə qalmalıdır? Şifahilik səviyyəsində qalmalıdır. Bunlar yazılı vəziyyətdə qalmalıdır. Kimsin gəldi, danışasınız burada. Getdi bunlar. Söhbət ondan gəlir. Tədqiqatlar elə bir aparılmayıb. Siz məsələn getmişsiniz, sadəcə bir 5 gün vaxt keçirmişsiniz axırlarda. Onun nəticəsi nədir? Söhbət ondan gəlir. Onun nəticəsi şifahilik olmamalıdır. Onun nəticəsi yazılı olmalıdır. Və siz burada deyəsiniz ki, Azərbaycan mətbuat tarixi kitabları nəşr olunur və bizim burada plan məsələlər əksini tapmayıb. Mən razıyam, tapmayıb əslində. Niyə görə tapmayıb? Ona görə ki, məsələ qaldırılmayıb, ona görə ki, münasibət saxlanılmayıb, ona görə ki, deyilməyib, yazılmayıb, müsahibə verilməyib. Ondan əvvəl həmən jurnalist Yəni, biz burada mübahisə yaradacaq məsələlərdən danışmalı deyil. Mübahisə yaradan məsələlərdən sadəcə olaraq bir də mübahisə yaradan məsələləri biz qoyaq bir kənarda. Biz inkişafa meyilənməliyik. Söhbət onun dedik. Dürüstləşmək istəmirsiniz, müəyyən şeyləri. Yazıyı qoyma, o planda nə şeydir? Mən özüm də, baxınızlarım, mən burada. Biz sabah xeyirli bıraxırıq o zaman. Bilirsiniz, 90-cı ildə. 90-cı ildə. Niyə bıraxdıq? Qulaq asır. Niyə görə bıraxdıq? O məsələ. Azərbaycan qəzeti, artıq biz Azərbaycan qəzetini çap edəndə, Şəhər müəllim, Sabir müəllim vaxtında buna estafet keçdi Şəhər müəllimə. Onda o zaman Şəhər müəllimə dəvət edilmişdi. Mən təzə başlayım, mühasibiyim. Nə qədər məktublar gəldi bizə? Gürcüstandan nə qədər məktublar gəldi? Aslında biz belə qərara gəldik Şəhər müəllimə. Sabah qəzeti. Folklorumuz öz yazılmışdır. Gürcüstan türklərinin qəzeti. Müasir dövrün mətbuatı budur. Müasir dövrün mətbuatı, məsələn, tutaq ki, Sovet Gürcüstan qəzeti, həmdən o böyük illər zəhmət oldu. Biz onu, deməli, bizim jurnalistikamızın, Azərbaycan dilli jurnalistikamın əsasında Sovet Gürcüstanı var, ondan sonra gələn müxtəlif qəzetlər var, tutaq ki, Danımızı dediniz, amma Danımızı Almanaqda çıxardı. Almanaqda çıxıb, belə baxır, o dövrdə. Yox, bizim dövrə, axırıncı da axır vaxtlarımız. Mən tarixə müraciət eləmək çox. Tarixə müraciət eləmək çox yaxşı bir şeydir. Gözəldir tarixə müraciət eləmək. Amma söhbət ondan gedir ki, yeni baxış da lazımdır. Həmin o tarixə yeni baxış da lazımdır. Bizim 30 il dövründə bizim çox gözəl mətbuat orqanlarımız oldu. İndi yoxdur. Məsələn, Sovet Gürcüstanı qəzeti çıxdı, ondan sonra hansı qəzeti var? Varlıq qəzetini bıraxdılar. Şimdi rayon qəzetlər var. Rəşid mənim də yaxşı yazmışsınız. Deməli, sizə də maraqlı şey danışır.
Mən 3-cü kurs oxuyordum, jurnalistik fakültəsində. Belə deyim, mən məsələlərə həssas yanaşmışam həmişə. İstəmişəm ki, dəqiqlik olsun, biraz düzgünlük olsun falan, buna çox riayət edən bir insanım. Həmin vaxtı mən dedim ki, dedim Ukrayna. Mən dedim, hara geçsin, orada qarşıya dedim, oraya getməliyim. Getdim, səhər girdim, qərar qararda etdim, saat tezdən gəlmişəm, belə yoldan keçəndə bir dənə yaxşı bir qadın, anını verdə aparırdı. Mən avtobusdan düşdüm, verdə aparırdı, dedim, olar ki, çox az adam görürüm, bir-iki adam görürüm. Mənə dedi ki, Pamagin var, mənə dedi. Gördüm, yumurta var, yumurtanı götürdüm. Dedi, hara göstərdəmindən Raykomunun binası var, yanlardan şurada, oraya kimi. Apardım evinin qamama kimi, mənə dedi ki, Allah saxlasın, mənə dedi. Gəldim, dedim, yukarı, gördüm, başı, yəni belə oturub, belə. Ya baxdım, belə. Nə gəlsən ona? Əlini çəkdi, gördüm, burada bir taxınca var. Nə gəlsən ona? Dedim, sən nə gəlsən? Tez buradan çıx. Elə tez, mən çıxardım, dedi, şey olmamış da, saat 8-9-da, belə çıxdım, çölə çıxandık, gördüm ki, dayanacaqda orada bir restoran var idi, bizim köhnə məstərimizdir, gedir, hərdən var. Elə o gördüm, bir də o tərəfdən Dumani Savtapus gəlir, Marmara gedir. Paz Avtapuslar var, sahib. Elə mən yanında gördüm, əli Allah'ın olsun. Mən birinin qarnında ağacı edib, birinin qarnında cavan adamlardır. Məni görürlər, yürürlər, gəlir üstüne. Elə bunlar mənə çatasan, taxarsan, yanımızda 2 metr qalmışdır. Mənə görürlər, çasalda avtobus gəldi, saxladı. Yanımda qapını açıb dedi, tez çəlir. Mindim, sürdü gəldi. Yəni, o dövrlərdə, rəşkiməli kimi insanlarımız var. Həmin mən burada dövrdə çalışıyorum. Başqa insanlarımız var idi. Bu dövrdə, yəni bu qarşılığın içərisində, bu hədələrin içərisində, bu qorxuların içərisində mətbuatımızı yaşadırdılar. İnsanlarımıza stimul verirlər. Bizi kimi təzə başlayanlara da bunlar örmək edirlər ki, görsünüz, biz bu çətin şəraitdə biz işləyirik, dolanır, insanların ağzını Teşekkür ederim. Sadece jurnalistikə dəstəklərini tutulmuşam. Müddəssir olarak devam edirəm. Çox qürurlanıram ki, Azərbaycan yeni jurnalistikasında azdan çoxdan məsəl deməlidir, əlimizdə gələn bitirəmədik, şahsızlıqda olmadı. Mən demək, bugünkü jurnalistikada demək, fəaliyyət göstərilən bütün jurnalistlərimizlə uğurlar arzulayıram və böyük deməli, əminliklə bildirəm ki, kağız jurnalistikası bir balazıdır belə deyək ki, geri çəkilmək zorunda qalsa da, Azərbaycan jurnalistikası heç zaman demək, heç zaman geri çəkilməyəcək. Değerli Başkan bayramımız mübarek olsun, size yaraşıyor. Sağ olun. Doğrusu, evvela ben şahsen öz adımdan teşekkür ederim ki, böyle bir tebrik geçirirsiniz. Ve Mətbuat Şurası kimi nüfuzlu bir yerde bəs Gürcüstanda mən Azərbaycan dilli mətbuatın tarixi araşdırmaları ilə bağlı məsələn qoyulmasının özü çox gözəl şey. Və burada olan söhbətlərdən həm demək Şərif müəllimin sözlərindən, həm Razi müəllimin sözündən, həm Osman müəllimin sözündən və digərlərinin dediklərindən də belə nəticəyə gəlmək ki, Azərbaycan mətbuatı tarixinin kökünü Gürcüstanda axtarmaq lazım. Və bir də Azərbaycan mətbuatı tarixini yazmaq üçün arxivlərdə toz udmaq lazımdır. Nə qədər qəzet adı çəkilir, nə qədər jurnal adı çəkilir. Azərbaycanın məsələ ilk xalq şairi Səmətoğlu'nun İlk şeiri Yeni Fikir Gazetinde çap olmuştu. Gençlere hitap. Biz aramızda Səmətoğlu gibi dahinin şeiri, hemen şeiri okuyanda fikir elbette güzel fikirdir. Çünkü orada esas məqam budur ki,
gençler halkın geleceğidir. Orada mesele ele göre ama politik güç Semeton'un gücü değil. Çünkü ilk vakti yazdığı eserlerden idi ve Yeni Fikir Gazeti onu gövde tuttu ve çap edildi. Yeni Fikir Gazeti Tiflis'te çıkan Zegafrazya Federasyası'nın organı olan bir gazeteydi. Nüfuzlu bir gazeteydi. Öyle tirajdan çap olunurdu ve az çok sabat denilen şey olan yere gelirdi. Ben bu geniş danışmak istemiyorum. Mesela böyle diyeyim ki Azerbaycan matbuatı tarihinin Sadet döneminde de Gürcistan'da çok güzel eneleri oldu. Çok güzel. Hatta Azerbaycanlı ziyalıların tesiriyle Gürcü dilinde, Rus dilinde ve hatta Ermeni dilinde çap olan gazetelerde bile bizim Azerbaycan ziyalılarının güzel materyalleri var. Bizim Azerbaycan Devlet Akademi İhtiram Tiyatro Tiflis'te gastrologda olarken ben özüm izleyirdim. Şahsen özüm de yazırdım. Zarya Vostoka gazetinde, Gürcü dilinde Komünist gazetinde, Gençler gazetelerinde, Malatyos Gruzi gazetinde ve Arxavya'da Komünist gazetinde bir sürü kadar materyaller çıkardı. Bunların hamısını aktarıp tapmak lazımdı. Geniş, emelli başlı. Ben bir defa Cahangir müəllimlə söhbətim olubdu. Bilirsiniz, ben çok büyük ürək ağzıyla deməliyim ki, Ermenistan'da Azerbaycan mətbuatının tarihi ilə bağlı bazı çətinlikləri var idi o araştırmalarda. Çətinliklər var idi, aydındır, arxiv saxlanmayıb, o biri yoxdur və s. Və orada da Azerbaycanlılar yaşamırlar. Ama bizim bəxtimiz onda gətirib ki, orada Azerbaycanlılar yaşayırlar. Tiflis arxivi də yerindədir və biz o arxivlərdən bəhrələnməyə çalışmalıyıq.